Biz Adəm oğulları öz həyatımızı öz niyyətlərimiz ilə qururuq. Niyyətlərimiz bizim inşa etdiyimiz həyat adlı qalanın tikinti materiallarıdır. İnsan bunun fərqinə varanda artıq o özü üçün gözəl bir saray inşa etmək qərarına gəlir. Bu daxili sarayın inşası səndən asılıdır. Sən orada bir saray da inşa edərək o sarayın içində yaşaya bilərsən. Orada bir zindan inşa edərək o zindana özünü həbs edə bilərsən. Bu yalnızca sənin özünün verəcəyi qərardan asılıdır və bu qərar sənin yenə də dediyim kimi niyyətləri və birbaşa şəkildə bağlıdır. Sən hər gün öz niyyətini təzələyərsənsə, etdiyin seçimlərdə nəfsaniyyəti kənara qoyaraq Rəbbin rızasına yönələrsənsə, əlbəttə ki, sən özün üçün bir gözəl, möhtəşəm saray inşa etmiş olacaqsan. Və biz bunu necə etməliyik deyə bir sual ünvanlayarsansa, bu suala verəcəyim cavab ondan ibarətdir ki, sən gün ərzində etdiyin hər bir hərəkətdə, etdiyin hər bir seçimdə Rəbbin rızasını güdməli olduğunu anlamalısan. Nədir bu Rəbbin rızasını güdmək? Övladını yedirtərkən, içirdərkən, ona geyim alarkən, onun başına sığal çəkərkən, əgər sən düşünürsənsə ki, bu övladım böyüsün və mənim qulluğumda dursun, mən ona görə onu yedirdirəm, ona görə onu içirdirəm deyə bir baxış göstərərsənsə, o zaman bu sənin nəfsindən dolayı gələn bir rəftar olacaq və burada sənin niyyəti, əsas məqsədi, əsas səbəbi də zatən öz nəfsə bir qulluq olduğu üçün o övlad sənə naxələf çıxacaq. Əgər sən burada sadəcə olaraq niyyətini dəyişərsənsə, sənin gələcəyin dizaynı artıq o niyyət ilə daha da gözəlləşə bilər. Sən övladının başına sığal çəkərkən, Rəbbin sənə əmanət etdiyi bir ruh cana qayğı göstərməyi və Rəbbin sənə əmanət buyurduğu, əmanət kimi göndərdiyi övladını Rəbdən ötəri yedirdib içirdiyi bir niyyət olaraq seçərsənsə, bu zaman o övladın sənin həyatında sənə baxışı dəyişəcək. Çünki qəlblər Allahın əlindədir, qəlbləri yönəldən də odur. Biz yetər ki, ona xidmətkar olaq. Biz yetər ki, Rəbbin rızasını hər anda güdək. Biz yetər ki, Rəbb olan Allaha xidmət edək. Nəfsimizin qulu, nəfsimizin xidmətkarı olmayaq. Biz nə qədər ki, Allah Subhanahu və Teala'nın rızasını güdəriksə, ondan ötəri ona sarı getmək üçün biz öz hərəkətlərimizi, əməllərimizi və seçimlərimizi bir hizaya salarıqsa, o qədər bütün yaradılmış kainat bizim xidmətimizdə olar. O qədər sən xəlifə olarsan, nəinki qul.